Biz mədəniyyətin mərkəzi olan mədəniyyətin küncündə qalmışıq. 40 ildir çəhnəyə çıxmıram, adları sizə qədərdir. Vegas efirdə çoxunun ağlı başı qaçıb. Biabırçı vəziyyətdir. Bilmirsən, kişidir yoxsa qadındır. Hər yerinə düzüb qoşan gəlib sənə qadınlıqdan, ailədən danışır. Mən o aparıcını döyərəm. TikTokdan iyrənirəm. Şəxsiyyətsiz hərəkətlər. Yəni bilindir, artıq kimi ağsaqqal deyəsən, kimi hörmət eləyəsən. Artıq mənim üçün wow deyəcək bir qadın yoxdur. Çoxu iyrəncdir, çoxu bir-birinə oxşuyur. Yazıq Nizami Gəncəvinin bildiyim o Targov küçəsidir. Bu boyda yerdə nə qədər oqqalar var. Şəhər biabırçı vəziyyətdədir, həmən azğınlaşmış qadınların cübatından. Düzdür, onlar da pozan kimlərdir? Bizim o bəzi şəxsiyyətsiz bir çox kişilərdir. Start verdik. Start verdik. Spinoza'nın tanrısı, qalası oldu. Tamaşaçılar niyə izləsin? Əslində niyə izləsin deyə bilməyəcəm. Çünki biraz kobud çıxacaq. Bizim elə cəmiyyətin çoxunda onu dərk edəcək kafa yoxdur. Çünki psixoloji dramadır və neçə illərdir Azərbaycan kino sahəsində belə bir mövzuda film olmamışdı. Cavid Təvəkkülün öz bir dəstə xətti var və bunu hamı da bilir. Müasir dövrdə bütün dünya sevgidən əziyyət çəkir. Bu filmdə yarı xəyal, yarı amma gerçək sevgi nüansları çoxdur. Məncə o köhnə kitabları geriyə qaytarmaq üçün insanların baxmağına yaxşı bir şərait var. Düzdür, biraz xronometraj uzundur, amma dəyər baxmağa. Ən sevdiyim 5 işimdən bəlkə də biridir. Yeganə işlərdəndir ki, mən ssenarini bir nəfəsə 180 səhifə dayanmadan oxumuşam. İnsanların biraz beyinlərinin kafasını dəyişmək istəyirlərsə, yəni bəzi quşaqdan aşağı zarafatlar və yaxud da ölüm hadisələrini İndi çoxda axı gərək kimsə qatil ola, kimsə bir-birini öldürə, kimsə üzr istəyirəm məişət forması, nə bilim, gəlin qaynana, bu bunu orada zorluya, bu bunu orada doğruya, belə şeyləri sevir. Cəmiyyət də ona baxır, onu öyrənir. Təbii ki, mən qalxıb tək deyəmərəm, gəlin, nə bilim, bu filmə baxın, o filmə baxın. Ən azından heç olmasa bir yüzündən ikisi baxsın ki, ikisi qalana baxmasın. Amma ikisi məsələn desin ki, belə bir film vardı, gəldi Azərbaycan kinosundan, gəldi, keçdi, getdi. Səhv eləmirəmsə, hansısa kinoteatrdan çıxarıldı? Açığı deyim, qətiyyən vecimizə deyil və qətiyyən şəxsən mənim aspektimdən mənim də vecimə deyil. Filmi ərsəyə gətirən şəxslər bilirdi ki, bu film kassa verməyəcək, bu film art filmidir, bu film festival filmidir. Cavid Təvəkkülün işinə qarşı bu qədər qıraqdan laqeyd yanaşma əslində yaxşı bir şeydir. Çünki bu məqamda kimin kim olduğu ortaya çıxır. Spinoza'nın tanrısı mənim həyatımda, mənim filmoqrafiyamda sözün yaxşı anlamında bir iz saldı. Və nə yaxşı ki, o izdə mənim bir az da olsa dəstək xəttim oldu. Azərbaycanın, torpağımızın, bizim dövlətin həsrət qaldığı vətənpərvərlik mövzusunda işlər yox idi. Son dövrlərdə biz hamımız müharibə filminə, ümumiyyətlə tarix filminə acıq. Çünki bizim tariximiz genişdir axı və biz bütövlük uğrunda mübarizə apardıq və şükür ki, bizə nəsib oldu. Və mən özüm də əsgərdə olduğum üçün oradakı elementlərin çoxu mənə yad deyildi və hər bir elementi, hər bir çəkiliş gününü, hər bir kadrı, səhnəni sevə-sevə işləyirik. İnşallah ki, Allah bizi utandırmaz. Çünki çox gözəl döyüş səhnələri var, çox gözəl kollektiv var, çox gözəl heyət var. Saatlarla setə gedib, gecə qayıtmağın, əynində bütün o polnu formanın olmağının, o əziyyətin belə deyim də, qarşılığını görəndə inşallah ki, görəcəyik, hamımız görəcəyik, bütün əziyyət hamısı yaddan çıxır. Bu filmdən də gözləntilərimiz çoxdur. Axır ki, biz son dövrlərdə müharibə ilə bağlı, Qarabağla bağlı Azərbaycanın yarasını sara biləcəyik bu filmdən. Orada məsələn Azərbaycanlı olub da türk çağırılsaydı, mən də ondan razı olmazdım. Çünki bizim qat-qat güclü aktrisalarımız var da, hə. Amma burada söhbət mövzusu sırf türkdürsə, narahatçılığa bir səbəb yoxdur məncə. Bilirsiniz də, Şuşa Azərbaycan və türk dünyasının mədəniyyətinin mərkəzi beşiyidir. Amma çox təəssüf ki, laqeyd yanaşmaya görə Şuşa teatrı bu dəqiqə mədəniyyətin küncündədir. Elə bir ki, bir qəribə düşmənçilik var. Düzdür, gərək ki, teatr da özünə hörmət eləsin, özünə dəyər versin. Sən özünə dəyər verməsən, sənə heç kim dəyər verilməz. Diqqət qayğı olmalıdır. Təbii ki, oynadığımız hər tamaşadan zövq almır. Mən həm də xidməti müqavilə əsasında Oyun İnklüziv Teatrında iştirak edirəm. Bəli, Səidə xanımın rəhbərliyi altında 2-3 tamaşa oynayırıq. Hardasa zövq alıram çünki tamaşalar çağırır adamı. Tamaşaların formatı başqadır. Görə inşallah ki, ümid edirəm ki, Şuşa teatrda nə vaxtsa aidiyyatı orqanlardan dəyərini görər. Əsasən Mədəniyyət Nazirliyi tərəfindən. Çünki dediyim kimi,
o cümlə məndə o qədər pis yara buraxıb ki, biz mədəniyyətin mərkəzi olan mədəniyyətin küncündə qalmışıq. Biz hər gün tamaşa oynayırıq və bu heç bir teatrda yoxdur. Yaxşı biz hər gün tamaşa oynayırıqsa, bəs niyə oynayırıq? Diqqət dəyər göstərmirsə, biz niyə bunu oynayırıq? Və 3-5 manata ayrı seçkiliyi var, özü də çox var. Yəni ən çox işləyən sənsən, ən çox zülm çəkən sənsən, amma çi fayda. Ümumi bəşəri mən danışıram. Yəni teatrın böyük dərdi var və bu dərdin də səbəbi özümüz deyil. Bu dərdin səbəbi qıraqdan verilən dəyərdir. TikTokdan iyrənirəm. Çünki TikTok cəmiyyəti çox sağ olsun, layiqincə poza bildi 80%-ni. Amma mənim üçün ən doğma Facebookdur. Artıq insanlar mənəviyyatın atıbortuya, şəxsiyyətsiz hərəkətlər, yalvarmalar, 14 yaşında oğlanlar, qızlar, analar, qocalar, babalar baxırsan ki, yəni bizim axı kültürümüz belə olmayıb axı, biz kökündən belə olmamışıq. Nə dəyişdi birdən-birə? Nə oldu? İp harda qırıldı? Onun məsəl üçün niyə mən eləmirəm, niyə siz eləmirsiniz? Allah verib də bu ağlı. Onun üçün mənim həyatdan qorxduğum bir şey ağlın başdan çıxmağıdır. Asan pul qazanmaq üçün kimisə mənliyin altında əzilmək, kimisə söyüb üzr istəmək. Özdə bu biabırçılıq çox təəssüf ki, Azərbaycanda geniş vüsət alıb. Başqa ölkədə yəni çox az. Çünki insanlar öyrənməyi sevir, insanlar təhsilə yiyələnməyi sevirlər başqa qeyri ölkələrdə. Bizi kimi tərbiyəsizliyə meyil eləmirlər. Girin TikToka və yaxud da Instagrama, baxın qadınların çoxunun aqibətinə. Mən deməyəcəm, o danışsın, siz baxın. Mənim üçün qadın əvvəl daha saf bir mövqe idi. Artıq mənim üçün wow deyiləcək və qadın yox. Çoxu iyrəncdir, çoxu bir-birinə oxşuyur, çoxunda maraq yoxdur, çoxunun məqsədi birdir. Pul tələsi, okey mən bilirəm, pul həyatın özüdür, gözəldir. Amma insan doğulanda olaraq insanda bir hiss var, vicdan hissi var, mənəviyyat hissi var. Düzdür, onlar da pozan kimlərdir? Bizim o bəzi şəxsiyyətsiz bir çox kişilərdir. Onlar sağlam həyata qoyub ki, çirkin həyatdan yapışırlar. Bu azğınlaşmada tək qadın günahkar deyil, ikisi də günahkardır. Kişi olmayan kişiciklər, qadın olmayan qadıncıqlar. Bunu da legallaşdırıb cəmiyyətə yayırlar, virus kimi. Get qıraqdan nə edirsən, amma bunu legallaşdırmadan nə olar? Əvvəl də vardı zaten, əvvəl azıdır. Amma əvvəl hər öz işini görürdü. Gizlincə edirdi. Amma bunlar yox, açıq, qorxmadan, eləmədən, düşünməyək ki, buna uşaq baxır, ailə baxır. Məsələn, indi hansısa ailə şəhərə normal çıxamır. Şəhər biabırçı vəziyyətdədir, həmən azğınlaşmış qadınların ucubatından, o 16 yaşında küçə uşaqlarının ucubatından, tərbiyəsizlərin ucubatından, böyükçü yeri bilmirlər. O aparıcı üz istəyən, dux eləyib mənlə danışa bilməz. O gün baxmışam, nə bilim, müğənniləri təzə trek çıxıb, hav. Bu nə biabırçılıqdır. Onlar arkadan havlar, hav. Dedim ki her şey bende var. Onun ağlı atıb, qaçıb. Sizə nə olub yaxşı? Yəni bilin biri, artıq kim ağsaqqal deyəsən, kim hörmət eləyəsən. Biabırçı vəziyyətdir. Otururlar orada, dodaqları 50 kilo və yaxud da otururlar bilmirsən kişidir yoxsa qadındır, sənə həyat məsləhəti verir. Sən kimsən axı ümumiyyətlə? Bir dəfə elə bir veriliş oldu, o vaxt məni çağırmışlar. Dedim ki, mən o aparıcını döyərəm. Birdən mənə çaşıb o səpkidə sual verir, o mən döyərəm. Hə deyirəm, Muzabaşı, xahiş edirəm, veriş saxlayın, vəssalam. Çoxu var ki, 40 ildir çəhnəyə çıxmıram, adları bilsiz nə qədərdir. Tanımıram heç. Ancaq qalmaqalla. Bax bu dəqiqə bilirsiz nədir? Ulduz olmaq istəyirsənsə, qalmaqal yarat, birini söv və salam. Sən artıq trendsən. Aktyorluq bu iş mənim hobbim deyil. Bu mənim işimdir. Tərif istəmirəm. Ən azından gördüyün işə qiymətləndir də. Məsələn, filan şey yaxşıdır, filan şey pisdir. Amma burada o da yoxdur. Ancaq mətbəx, ancaq məişət. Ancaq bir-birinə şey olsun, yataq olsun, üzr istəyirəm ifadəmə görə. Nə bilim, qaynata olsun, gəlin olsun, bu bunu ditsin, o bunun qiymətini qırsın və salam, oldu xalq qəhrəmanları. Bugünkü bizim mədəniyyətin üz ifadəsi, güzgüsü, aynası həmən verilişlərdir. Mən o verilişləri heç vaxt rəhmətli Fuad Pavudovu dəvət edə bilməzdim. O sənin kafan üçün deyil. Adam şəxsiyyətdir ona görə. Düz istəyirəm, hər yerini düzüb qoşan gəlib sənə qadınlıqdan, ailədən danışır. Və yaxud da qıraqda oğru olub, şərəfsiz olub gəlib sənə kişilikdən dəm vurur. Siz kimsiniz ümumiyyətlə? Bəzi tərbiyəsiz insanlar o qədər elementlərini legallaşdırıb ki, şəhərə çıxmalı deyil. Ərəb zibilləri bir tərəfdən çoxuna aiddir, nəmi, Qaraqora Hindistan. Bu bölgü deyil ha. Sadəcə baxırsan ki, həqiqətən də biabırçılıqdır. Onun üçün deyirəm ki, cəmiyyətin çoxu azğınlaşıb. Bariz sübutda şəbəkələr və o yazıq Nizami Gəncəvinin bildiyim o Targov küçəsidir. Bu boyda yerdə nə qədər oqqalar var. Olay az ümumiyyətlə həqiqətən mən illərdir fikir verirəm də, həmişə sənət camiyyəsindən çox maraqlanır, sənət camiyyəsini dəyərləndirir. Yaşayın, yaradın, uğur olsun, davamlı olsun. Çox sağ olun. Özünüzdən müğayət olun. Təşəkkür.